Şəhid Aliyev Elçin Bayramoğlu. Əslən Qubadlıdan olan Elçin 1975-ci il 16 iyulda Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1982-ci ildə Qubadlı rayonunda 1-ci sinifə getməyə başlayıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Lakin davam edən müharibədən təsirlənərək 1993-cü ildən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank və Artilleriya fakültəsində ali təhsil almağa başlayıb. 1997-ci ildə taktiki yerüstü artilleriya komandiri və artilleriya silahlarının istismarı üzrə mühəndis ixtisasları ilə təhsilini başa vurub və peşəkar hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. Sağlamlığı üçün idmanla məşğul olardı. Boş zamanlarında dini filmləri izləməyi və at çapmağı sevərdi. Onun ən çox işlətdiyi ifadələr belə idi: Ya Allah, çox şükür, ürəksən. Elçin uşaq vaxtlarından hərbiyə maraqlı olub. Hətta onun oyuncaqları da yalnız hərbi tematikalı olub. Xasiyyətcə mehriban, gülərüz, xeyirxah, həmçinin ailə və qohumcanlı biri idi. O, işgüzar, işini bilən olub. Nizam intizamı və dözümlülüyü ilə seçilən Elçin bütün hərbi xidmət dövründə qüsursuz olub. Uşaqlığından strateji baxış bucağına sahib olan Elçin öz savadı ilə də fərqlənirdi. O, ali təhsil alarkən Riyaziyyat Olimpiyadasında birinci yeri tutmuşdu. 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Təxminən bir il sonra isə Mayor Elçin öz istəyi ilə ordudan tərxis olunub. O, mülki həyata keçid edərkən silahdaşlarına belə söz vermişdi ki, müharibə başlayan kimi mütləq döyüşlərə qatılacaq. Ailəsi ilə halallaşdıqdan sonra könüllü surətdə 2020-ci il 27 sentyabrda başlayan 2-ci Qarabağ müharibəsində döyüşməyə başlayıb. Hətta ayağından yaralansa da döyüşə davam edib. 7 noyabrda yenidən ağır yaralanır. Lakin yenə də döyüşlərdə iştirakını davam etdirir. İbadət əhli olan Elçin hətta ən ağır döyüş zamanı da namazlarını axsatmayıb. Onun ən böyük arzusu isə şəhid olmaq, həmçinin Şuşa məscidində namaz qılmaq idi. Peşəkar hərbi qulluqçu olan Elçin cəbhənin bir neçə istiqamətində, o cümlədən də Füzuli, Qubadlı və Şuşa uğrundakı döyüşlərdə iştirak edib. Şuşanın azad edilməsindən bir gün sonra 9 noyabrda şəhadət zirvəsinə ucalıb. Bakıda 2-ci Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi yubileyi, 2-ci və 3-cü dərəcəli qüsursuz xidmətə görə, vətən uğrunda, Qubadlının, Şuşanın və Füzulinin azad olunmasına görə, döyüşdə fərqlənməyə görə medalları, həmçinin 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilib. Ailəli idi. 4 oğlu yadigar qalıb. Ruhu şad olsun.